Yuxudan bu dəqiqə durmuşam, saat 7-dir. Mənə qalsa biraz yatardım, amma ilk gündən çox yatmaq olmaz. Ona görə də keçirəm iş başına. Əvvəlcə başlamışdan əvvəl yüngül var, stolun üstünü təmizləyəcəm ki, indi səliqəli olsun da. Bir qayda eşitmişdim TikTokda, bilməm hardasa. Birinci çərçəyə deyirdi ki, ən çətin bildiyim bir şeylə başlamaq lazımdır. Hamının da bildiyi kimi ən çətin deyəndə bu ağla gəlir. Ona görə də riyaziyyatdan başlayıram. Arada eləyə bilmədiyim tapşırıqlar olur. Bunları da YouTube'dan Rasim müəllimə baxa-baxa yazıram, çalışır Rasim müəllim. Demək, riyaziyyatı qurtarandan sonra getdim ingilis dilindən qaydanı oxudum. Daha doğrusu videoya baxdım. Noun mövzusunda. Sonradan Azərbaycan dilindən fonetikanı təkrarladım və məncə bu günlük bəs olur. Gündə 2 saat belə dərs eləyə bilməyən adamkən, indi bu günləri 4 saat elədim.